Ben burada bir şey Cənab Prezidentimizə və Mehriban xanıma vurğulamaq istəyirəm ki, mən Xüsusi Təyinatlı Mənsubu Muradov Nəvai Səfəroğluyam. Qapalı kəllə beyin travması almışam və dəfələrcəsinə bütün xəstəxanalarda yatmışam. Mənə 14 və 17 A maddəsi ilə dinc və müharibə dövründə tam yararsız diaqnozu qoyulub. Məştəqədə yatmışam, F07 almışam və F07, F63 maddəm var. Mənə Naxçıvan Sosial Müdafiə Nazirliyinə mənə deyir ki, sənin verilən şəhadətləndirmə üstündən 2 il keçməlidir. Bəs necə olur ki, Nəvaini təsdiqləmirsən, əlini və əlini təsdiqləyirsən, 2000 adamı var, onların pensiyasını təsdiqləyir, kiminki yoxdur, mənim kimi qalıb yaman günə. Çox qazilərimiz var, heç birinin, yəni heç birinə dəstək olunmur. O yalandan deyirlər, mən qaziyə dəstək oldum, neynədim. Vallahi hansı qazinin adamı var, hansı qazinin pulu var, ona dəstək olurlar, ona köməklik eləyirlər. Heç kimdən qorxmam, heç kimdən çəkinməm deyirəm. Başa düşdüm, 2 il deyirsən, 2 il də gözləyərəm mən. Mənim dərmanlarla yaşayıram və bir belə də mənim sənədlərim var burada. Bunları açıb göstərməyəcəm, hamısı yəqin ki, bəllidir. Bütün maddələri mənə ən ağır maddələr verilib. Deyirəm, yaxşı demirsən, 2 dənə körpə balam var mənim. Deyirsən ki, 2 il keçmə, 2 il 1 ilim keçib qalıb 1 ilim. 1 ildə gözləyirəm. Mənə sosial müavinət pulu vermirsən. Sənin mənə 80 manat Cənab Prezidentimiz tərəfindən 80 manat veteran pulu verilir mənə. Mənə veteran pulundan başqa heç bir gəlirim yoxdur. Ev əmmin evidir, əmmin evində qalıram. 2 körpə balam var. Mən o 2 körpə balanı nə ilə saxlayım, necə dolandırım? Gedirəm icra başçısının qəbuluna, özü qəbula gəlmir. Bir dənə mavini var, Novruz müəllim, o cəhd göstərişi eləsin, görürəm ki, bunda da bir şey yoxdur. Gedirəm, iş verirlər, mədəniyyət müdürü deyir ki, sosial müavinət kimi ki, sağ iş verir. Yəni, hara gedirəm, qardaş, qabağıma maddə qoyduğuna görə heç bir dövlət içində işləyə bilmirəm və sosial yardımda deyir ki, harasa işləməlisən, almalısan. Elə bir canım mənim yoxdur ki, mən işləyə biləm. Mənim tanıyanlar bilir ki, mən işləyə bilmirəm. Canım sağ deyil, mən dərmanlarla yaşayıram mən. Neyin əməliyəm mən? Bəs 2 il qərarı, əgər qərar varsa o qərar, necə olur ki, ad maddə sayıram burada, heç kimdən qorxmuram. Özü qərar 87-ci nömrəli qərarla 2023-də götərsəm. 2023-dən bu yana Naxçıvanda 60 nəfərin sən pensiyasını təsdiqləyibsən. Necə olursan onların pensiyasını təsdiqləyirsən, mənim kimləri bəzi qazilərini təsdiqləmirsən, pul istəyirsən bizdən. Dedi, qarnı azarın dinə, gedim oradan buradan boş tapım, sağ gətin pul verim. Borununla gəlsin sənin. Və mənim evimdə uşağım ac qalır axı. Mən neyin əməliyəm? Mən dərmanlarla yaşayıram mən. Mən səndən heç artıq nəsə istəmirəm mən. Cənab Prezidentimizdən xahiş edirəm, Naxçıvana bir qurum göndərsin. Yəni, çox xahiş edirəm. Çünki bu Naxçıvanda öz başlançılıq baş alıb gedir. Heç kim işimiz saymır. İş istəyirsən, iş verən yoxdur. Sadəcə 2000 adam var, o işlə təmin edirlər, ya da ki, kim pul verdi, onun işlə təmin edirlər. Nə icra başçısı sayır, nə sosial müavinət sayır. Heç kim saymır, qardaş. Neyin əməliyəm mən? Hə, məni sən ötürsən qüssələri. Gedib, məndə F07 maddəsi verilib. Kimisə öldürsəm, kimisə qaz etsəm, kim cavab verəcək ona? Kim verəcək də? Sizdən nə istəyirik ki biz? Artıq nəsə istəyirik? 5 il məni xəstəxanalarda süründürdülər. Qospitalda süründürdülər. Başqa diaqnozla başım aldatdılar, göndərdilər başqa müalicələrə. Deyirdim, mənim başım ağrıyır, belə məni ürəyə göndərir, məni ora göndərir. Naxçıvanın qospitalının komandiri. Niyaməddin doktor. Qardaş, gedirsən icra başçısının qəbuluna işləyirsən, sənin özü gəlmir, bir iki müavinə gəlir. Onlar da başı altına yastıq qoyur. Bir belə dövlətdə iş yoxdur, bizə versinlər. Yaxşı, sənin dediyinə mən razıyam, 1 il gözləyirəm. Və mənim uşağım, körpə uşağım nə yeməlidir? Neyin əməliyəm mən? Mənim timsalında bəzi qazilər var. Hə, danışırlar, biz qazilərə bunu eləyək. Sən qazilərə neyin əmsən ki? Neyin əmsən qazilərə sən? Hansı qazilə nəsə eləmsən sən? Tanışım var, qohumun var, onu eləmsən. Sosial Müdafiə Nazirliyində Nicat müəllim var, mühafizəsində. Kimi gedirsən onun qəbulundan, qardaş, kimə? Deyirsən, mən Sosial Müdafiə Nazirliyində görüşmək istəyirəm, görüş təyinəm. Yalan deyir ki, Ordubaddadır, tədbirə gedib. Deyirsən, komissiya hakimlərini çağırıb görüş vermir səni. Burada mən məsul şəhər. Sən kimsən? Sənin kim olduğunu mən burada açıq deyə bilərəm mən. Amma heyflər olsun ki, mənim döyüş yoldaşımsan sən mənim. Sən mənim döyüş, mən səni bilirəm sən kim olduğu. Çox gözəl bilirəm.
Və mənim insanda bəzi qazilər də bilirsən kimsən, kimin şotuna gəlib oturubsan orada. Bir-belə qazilərin hamısı nə oldu? Sən işlədin yerdə işləmədin, sən getdin orada işlədin. Xahiş edirəm cənab prezidentdən. Gəl bir nümayəndə göndərsinlər bura, gəlsinlər araşdırsınlar görüm ala. Bəlkə mən səfəm qardaş, mən bu dövlətdən artıq nəsə bir şey istəyirəm mən. Bəlkə mən vətən xainliyəm mən. Mənə 7 medal cənab prezident verib. Nə də adam səfər verməyib, nə də ki onlar verməyib malımı. Demirəm, gedib döyüşdə şələn şappan eləmişəm. Gələn başını kəsmişəm, nə eləmişəm. Xeyr, kim nətəri mən də elə. Ha, bəstirin qardaş, biz sizdən nə istəyirik ki? Mən utanıram, Allahın dostu mən utanıram. Forma pulunu 7 ayda ala bilmirəm, Ələtdümin qoşun ordusundan. Ərəsi bir söz deyir, qardaş. Nə eləməliyəm mən? Nə eləməliyim də siz deyin, mən də eləyim onu. Əlini, vəlinkini təsdiqləyirsən, məninkini təsdiqləmişsən. Desin üstə ki, nə keçməlidir ki onun üstündən? Pul verməmişəm ona görə, ha? Özlərindən qərar qəbul edirlər, cənab prezident. Gecə yatdılar, səhər dururlar bir qanun qəbul edirlər. Deyək, qanunun ayrıdır, qaydalar ayrıdır. Bundan sözünə bax, qanunun ayrıdır, qaydalar ayrıdır. İş vermir. Dərmanı vermir. Sosial müavinət vermir. Deyir ki, get birini sürün. Nə eləməliyim mən bu bir il ərzində? Sən mənə iş ver, da iş ver. Mənə iş ver, mən işləyim, biraz işləyim, biraz sosiallanam. Bir il mən gözləyərəm, problem deyil. Əgər elə qanunla danışdınsa sən. Mənə iş vermişlər, Ələhli kəndində təsərrüfat müdürü vermişlər. Getmişəm ora, deyir ki, özü gəlmir ha, bir dənə yandan kimsə göndərib ki, onun kimdir, onu işə götürürlər. Ora mən götürürəm, mən oranın işçisi yoxdur. Şəhər Royan mədəniyyət müdürü deyir. Dedilər, xahiş edirəm bütün hər kəsdən, bütün hər yerdə paylaşsınlar ki, bilsinlər ki, bu Naxçıvanda tək mən deyiləm ha qardaşlarına. Bütün hamını bu günə qoyublar. Fərqi yoxdur, bu qazisi deyin. Gələni əzillə, tapdalıyla. Belə dərd olar qardaş. Belə gün olar. Biz nə eləməliyik bundan artıq? Nə eləməliyik də? Kimin adamı var onu dəstək olurlar, kimin adamı var ona iş verirlər. Xahiş edirəm sizdən cənab prezident. Naxçıvana bir qurum göndərin. Göndərin, bu araşdırsın, baxsın, üzə çıxsın bunlar. Sizdən xahiş edirəm. Çünki mən bugünkü gündə kiminsə evində qalıram, mən göz dövlətin ev istəmirəm mən. Mən haqqımı istəyirəm mən qardaş. Amma mən bugünkü gündə haqqımı vermir, mənə də iş də vermir mənə. Deyir, get öl, neyinsə elə. Deyirsən, qaziyəm, belə eləyir. Nə eləməliyim qardaş mən? Siz deyin, mən də onu eləyim. Hər birinizdən xahiş edirəm, bu videonu paylaşıb, bütün hər kəs bilsin ki, Naxçıvanda öz başlanğıcılığı necə başarıb gedir. Yəqin ki, sizlər bizə bir dəstək olarsınız. Cənab prezident bizə bir köməklik göstərir. Çox sağ olun, özünüzdən bu qədər.